Güclü yağış işıqforların da fəaliyyətinə təsir göstərib. Hazırda paytaxtın bir neçə ünvanında bu yol tənzimləyicilər işləmir. Bu da öz növbəsində sürücülərin çaşqınlığına səbəb olur. Lakin onlar digər yol nişanlarının tələblərinə uyğun hərəkət etməyə çalışırlar. Həm elektrik enerjisinin olmaması, həm də texniki səbəblərdən bəzi işıqforların işində problemlər yarandı. Yol kəsişmələrində yaranan xaotik vəziyyət bir daha göstərdi ki, işıqfor nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsində nə qədər vacib rol oynayır. Orada çaşbaş qalır da hamı, yəni piyada da, sürücü də. Bu necə ola bilər sizcə? Belə bir havada. Məsəl üçün, baxın oradan keçəndə biz sağımızı, solumuzu gözləməliyik də. Yəni svetofor işləməyəndə o birisi qayda qanunlara sağ tərəfə buraxmaq, əsas yolu buraxmaq kimi üstünlükləri fikir verməliyik. Lakin sürücülər arasında bu qaydaları bilməyənlər az deyil. Bunu işıqforların işləmədiyi yerlərdə yaranan vəziyyətə əsasən demək olar. Məsələ ilə bağlı Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirildi ki, gün ərzində yaranan problemlərin aradan qaldırılması istiqamətində iş aparılıb. Müşahidə kameralarının təsir zonasında olan svetoforlara deməli diqqətlər saxlanıldı. Problemlər aşkar edildi, deməli təqdirdə dərhal texniki əməkdaşlarımıza məlumat verildi. Həm də ümumilikdə ümumiyyətlə yağışlı, qarlı, küləkli havalarda belə əməkdaşlarımız müxtəlif yollarda monitorinqlər aparırlar. Sürücülərimiz yol hərəkəti haqqında qanunun tələblərinə riayət eləməlidirlər və sağdan keçən nəqliyyat vasitəsində, yəni yol ayrıcında yol vermə üstünlüyündən də istifadə etməlidirlər. Qurumdan o da bildirildi ki, qeyri-sabit hava şəraitində müşahidə kameraları vasitəsilə paytaxtın küçə və prospektlərinə nəzarət edilir. Hər hansı problem aşkar edilərsə, əməkdaşlar həmin əraziyə göndərilir. Qasım Xuluflu, Sənan Kərimli, İTV Xəbər.